Deməli, bir hörmətli izləyicimiz belə bir şey yazıb. Bağlanmaq sevgidən irəli gəlir. Burada həqiqətin sadəcə yarısı var. Əgər sağlam bağlılıqdırsa, bu sevgidən irəli gəlir. Əgər yox, nevrotik bağlılıqdırsa, bu qorxudan, nifrətdən, kədərdən irəli gəlir. Üstəlik də hər sevgi ilə bağlanmaq o demək deyil ki, aşıq olub insan bağlanır. Yəni, bağlanmaq sevgidən irəli gəlsə belə, hər zaman o insana aşıq olduğun anlamına gəlmir. Aşıq olmaqdan da bağlanmaq ola bilər, bəli, o da ola bilər. Aşıq olmaq daha böyük bir sistem olduğu üçün hormonları əhatə edir. Dopamin, oksitotsin və beta endorfini. Ona görə onun içərisində həm sevgi olur, həm də bağlantı olur. Diqqətinizə görə minnətdaram. Sağ olun.